Hörmətli izləyicilər, hər vaxtınız xeyir. Yenə də tarix mövzusunda yanaşmalarımızı, təbliğatımızı həqiqətlərin ortaya çıxarılması prosesini davam etdiririk. Bu dəfə çox maraqlı bir faktla bağlı sizinlə bölüşmək istəyirəm. Bu media ilə bağlıdır. Media deyilir, daha doğrusu bütün dünya artıq onu media kimi tanıyır, amma əslində bu madaydır. Maday bizim öz mənbələrimizdə maday adı ilə gedibdir. Və bu bizim əcdadlarımızdan biridir. Bu əcdadlarımızın adı da ötən dəfələrdə bir dəfə qeyd eləmişdim. Bütün Türk xalqlarının atası, babası hesab olunan Nuhun nəvəsi Yafetin və yaxud Yafəsin adı ilə bağlıdır. Yafəsin övladlarından birinin adı Madaydır və bütün qərb, şərq müəllifləri hamısı bilməyən şəkildə göstərirlər ki, o Maday deyilənlərin nəsli Azərbaycanın ərazisində indiki Həmədan şəhərinin ətrafında o bölgədə yaşayırlar. Həmədan şəhərinin yerində həmin dövrdə bizim o Madaylar tərəfindən Herodotun Midiya dediyi, Midiyalılar dediyi, tamam birə də yaxın Midiyalılar Madaydır, dövlətin ölkənin adı Madadır. Həmin o Madaylar tərəfindən Ekbatan şəhərdə salınmışdı. Şəhərin adı da həmin dövrdə Ekbatan və yaxud Akbatan adında gelirdi. Həmin yerdə indiki Həmədan şəhəridir. Ekbatanla, Akbatanla tamamilə Türk dilində izah olunan bir termindir və Azərbaycan türkçəsində Ceyranbatan, Lökbatan və digər bu tipli sözlər bu günlərdə canlı şəkildə iştirak edir. Ona görə də həmin ərazidə o Madaylar yaşayıblar, Maday türklər yaşayıblar, bizim əcdadlarımızın bir hissəsi orada yaşayıblar. Madaylarla bağlı bu günlərdə, yenə bu mövzuya ona görə qayıdıram ki, Məhəmməd Əmin Rəsulzadənin çağımızın siyavuşu, çox vaxt onu əsrimizin siyavuşu deyirlər, amma əslində orijinalda çağımızın siyavuşudur. O əsərin 36-39-cu səhifələrində maraqlı bir məqama rast gəldik və həmin hissəni mən sizin üçün oxumaq istəyirəm həmin kitabdan. Və orada o bizi yeni bir yerə istiqamətə yönəltdi həmin deyilən fikirlər. Burada belə fikirdir. Medialıların, çünki Rəsulzadə də medialıların o termindən istifadə edir. Çünki o dövr hamı istifadə edir. Əski İranlılar olduğu deyilirdi. Bu aydınlıq, bu deyilənlərə inanmayanlar da var idi. Medialıların kimliyi indiyə kimi quşquludur. Yəni qeyri-müəyyəndir, şübhəlidir. Amma bir yerdə də burada Məhəmməd Əmin Rəsulzadə vurğulayır ki, Bisutun kitabələrindəki üçüncü daşın media dilində yazıldığı düşünülmüşdü o dövrdə. Sonra Asturiyacanın, Asturiya dilinin yəni gəlişməsi, inkişafı, onun öyrənilməsi, çivi yazısının oxunuşunda, çivi Türklər, indi də çivi deyirlər, biz mixi yazılar deyiyorlar, onlar çivi yazılar deyirlər. Oxunuşunda Uğurlar bunun Turan dillərindən biri olduğunda quşku, yəni şübhə qoymadı. Aydın bir məsələdir bu. Media dili dedikdə bunun Turan dillərindən biri olduğuna şübhə qalmadı. Astur dili bizə Astur-Babil uygarlığının, yəni indiki terminlərinin desə, sivilizasiyasının qurucuları olan daha əski ellərdən danışdı. Yəni bunlar Turan, Tur, Türk, Şumer dillərinə işarə edir ki, Asturların özlərini həmin Şumerlər, Turanlılar yaradıblar. Bunlar, yəni Şumerlərin Turanlı olduqlarını göstərən bu bəlgələr media yönündə də yeni baxışlara nədən oldu, yəni səbəb oldu. Yəni vacib bir dəhamını vururlar. Yəni bunlar, yəni bu bəlgələr, Şumerlərin Turanlı olduqlarını göstərən bu bəlgələr, bu sənədlər, bu faktlar media yönümündə də yeni baxışlara nədən oldu, səbəb oldu. Fransız doğucu işlədir orada, yəni qərbçi alimlərindən Lenormand deyir Rəsulzadə, yəni o dövrdə ola bilər ki, tələffüzü düz getməyibdir, düz tərcümə olunubdur, amma əslində biz onu axtardıq, tapdıq. Bu, onun Lenormand dediyi 19-cu əsr Fransız Asturiya şünası, şərq şünası, arxeoloqu, tarixçisi François Lenormanddır. Lenormandın demək kitabına istinad edir Rəsulzadə və göstərir ki, həmin kitabda, səhifəsini göstərmir, həmin kitabda Lenormand, yəni fransız məşhur, dünyaca məşhur olan, deyək ki, şərqşünas alim
Turan midyası ifadəsini işlədir. Turan midyası, midya Turanındır, kimin deyil, başqasının deyil, Farsın deyil, İranın deyil. Turan midyası ifadəsi işlədir və eyni zamanda orada ellərin Türk olduqlarını belə göstərir. Həmin Fransız şərqşünası, yəni François Lenormand. Bu şəkildə Məhəmməd Əmin Rəssada istinad edir. Biz həmin kitabı tapdıq və 1868-ci ildə Parisdə çap olunmuş bu kitab, mən onu göstərirəm, üz qabını göstərirəm mən sizə onun. 1868-ci ildə bu kitab Parisdə çap olunubdur. Bu kitabın deməli tərcüməsi Şərqin qədim tarixi 1-ci cild dərslik qismində idi. Və fransızca Manuel d'Histoire Ancienne de l'Orient. Bax, bu Şərqin qədim tarixi. Bu kitabda onun 400-cü səhifəsində nə şəkildə verilir həmin tekst? O teksti də mən sizə göstərirəm. 400-cü səhifəsidir. 400-cü səhifə altından xətt çəkmişəm o ifadənin ki, orada işlədir ki, oxuyuruq onu. Gördünüz burada, oxuyuruq. Belə gedir fransızda. Et set medie turanian. Sonra tekst davam edir orada fransız dilində. Bir daha göstərirəm. 1868-ci il mənbəsidir bu. Yəni burada Turan midyası ifadəsi işlədir. Tərcüməsi də ondan ibarət ki, bu Turan midyası Zərdüştlüyü asan qəbul etmədi. Yəni həmin dövrdə Turanların, orada yaşayan Madayların özünün qədim dinləri var idi. Zərdüştlük dini Midya, Maday ərazisində meydana gəlirdi. Yeni bir din olduğuna görə o qədər də asan qəbul olunmadı. Çünki qədim dinindən Türklər qədim dinlərindən ayrılmaq istəmirdilər. Amma qəbul etdilər sonra və Zərdüştlüyün də kitabda da göstərir ki, sahibi, yaradıcısı məhz Midyalılar, yəni Madaylar oldu. Bax, bu məsələləri mən sizin diqqətinizə çatdırdım və onu bir daha vurulamaq istəyirəm ki, tarixə 19-cu əsrdə kifayət qədər obyektiv yanaşmaları biz görürük burada. Sonradan nə üçün bunlar ortaya çıxmadı, nə üçün bu məlumatlar ortaya çıxmadı, Mada ilə bağlı, Midya ilə bağlı yüzlərlə yalanlar uydurdular. Biz dəfələrlə bunu yazdığımız məqalələrdə də, kitablarda da onu vurulduruq ki, Madaylar, yəni Midya dedikləri Türk tayfaları, dilləri də Türk dili deyildik və bizim dediklərimizə həm Rəsulzadənin o gözəl əsərində, kitabında, çox maraqlı kitabında bu faktı gördük ki, Məhəmməd Əmin Rəsulzadə böyük məmnuniyyətlə onu qeyd edir. Eyni zamanda biraz da qədmə getdik. Ötən dəfələrdə biz bu ərazilərdəki Azərbaycan adı ilə bağlı, Şumerlərin Türk olması ilə bağlı müxtəlif qərb müəlliflərinə müraciət etmişdik, göstərmişdik. Bu günlər bir daha əlavə bir fakt ortaya qoyduq ki, o dövrün ən məşhur Fransız şərqşünası, Asturiyaşünası, tarixçisi, arxeologu bu şəxs, yəni François Lenormand bu fikri o dövrdə ortaya qoyur. Ümumi şəkildə hamının qəbul dərslik kimi istifadə edəkləri bir fikri ortaya qoyur ki, yəni Mada ilə bağlı, Midya ilə bağlı başqa bir şübhəli məqam qalmadı. Azərbaycanın əcdadları olan bu Madaylar ilk Türk tayfalarından, Türk qövmlərindən biri idilər.